Herkese salam. Yeni bir gündən sizi salamlayıram. Bugün gedirik Mərmərli plajına. Adel xanım. Və bugün dünən piyada getmişdik, amma bugün çox isti və tez çatmaq istədiyimiz üçün avtobusla getməyi planlayırıq. Bunun dediyinə görə 40 dərəcə isti var hal-hazırda, amma hiss edilən 70. Gəldik indi kafe dünyasına və buradan istəyirik ki, kafe alım özümə, çünki yolumuz biraz uzundur və havada istidir. Belə çox qəşəngdir. Bu tərəfə oturma yeridir. Bu tərəfi isə belə kafe, orta hissədə də şokoladlar, kofelər satılır. İndi baxım görüm nə içirik. Deməli, bir dənə ice latte götürdüm, karamelli. Gedək indi, yolumuz uzundur biraz. Çox. Çiləkeş ata. Qızlar görün necə gözəldir. Mərmərli plajı, Taros dağları da orada və biz də aşağı gedirik. Mən də əlimdə bir sürü şey var, amma çox gözəl görünür. Və qızlar yeni yer axtarırıq girmək üçün. Adel də burada yatıb. Bayılıb və yatmayıb. Baxın, yuxarıdaydıq biz. Oradan endik və orada da restorandır. Dünən sizə çəkdiyim. Necə ön? Orada ya da burada. O yuxarı ön. Oradan düşər Adel. Qızlar, giriş 8 TL'də adam başına. Şezlong şəmsiyə daxildir. Havlu əlavədir. Məhraba əlavə satılır. Belə. Mən də eynimi dəyişim, gedirəm yanlarına. Deməli, belə kabinləri var dəyişmək üçün. Amma bura duş almaq üçün də deyəsən, geyinmək üçün. Bura. Gedək bura. Və burada dəyişəcəm. Adeli oturdum qızlar. Deməli, göstərmək istəyirəm. Güneş kremi olaraq Nao'nun bu güneş kremini istifadə edirəm. Sonra burada bir də bronzlaşdırıcım var. Bronzlaşdırıcı olaraq da Eda Taşpınarın bronzlaşdırıcısını indi açacağım və istifadə edəcəm. Amma hələ ki, yəni havuza girəcəyik. Bu ikisi. Adel. Bax. Yaş kremini vurdum. İndi gedirəm mən də suya. Deməli, qızlar, suyu sizə göstərirəm. Çox təmizdir. Baxın. Ay. Suyanı da qəşəliyim. Baxın suya. Bu arada qabağa görürsünüz Toros dağlarını və oradan bu şeyi bağlayıblar iplərlə ki, getməsin və insanlar üzərək ora gedib onun üstünə də çıxa bilirlər. Səbuki də buradadır. Maman, après on va passer. Bu arada dünən sizə videonu çəkəndə baxın orada oturmuşduq və aşağıda insanları çəkirdik ki, bəs plajdadır. İndi yenə. İndi Adel'e yemek yedizdirəm. Burada gerkules pişirmiştim. Burada da şey var. Karışası. Sen yap. Gel. Uzat. Onu. Evet kızlar, geldim ayaq ondan.
Ucumu burada montajını çək. Qəşəng olub. Orada günəş üzümə vururdu və səsimi tam eşitmirdim. Üzümü tam görmürdüm. Necə olduğunu bilmirdim. Amma məncə qəşəng olub. Bəyəndim. İndi saçıma öz halımda qoyacaq. Çox dəhşət istidir. Ona görə saçımı yığdım. Və indi gedirəm Adelin yanına. Birazdan çıxacağım və Gizəmlə görüşəcəm. Gizəm mənim Antalyadan dostumdur. Mark Antalyada görüşəcəyik. Ona görə də mən makyajımı elədim ki, hazır olsun. Həm də Instagram üçün postumu çəkmiş oldum bu vəsilə ilə. Bugün axşam editləməliyəm ki, telefonumda yer açılsın. Və çalışıram ki, qızlar, hər dəqiqəni nə edirik, necə edirik falan sizə çəkim, məlumatlar verim, kimsə gəlmək istəyər deyə. Ümid edirəm ki, başarılı oluram. Ümid edirəm ki, videomu bəyənirsiniz. Əgər videomu bəyənirsinizsə, kanalıma mütləq abunə olun. Mənə abunə olaraq dəstək ola bilərsiniz. Qaldığımız yerdən davam edirik. Nə gözəldir arxa. Ayaqlarım yəni yandı, dəhşət istidir. Bilsəm tapışqa ilə düşərdim bura. Baxın, biz orada oturmuşuq və belə qəşəng mənzərəmiz var. Çox gözəldir. İndi isə pilləkənlərlə aşağı düşməliyəm. Düşək. Sağ ol. Hadi gel. Deməli qızlar gəldik, plajdan çıxdıq. O qədər susamışdım ki, buradan karlama aldıq. Karlama da belə içi görürsünüz necədir, buz kimidir. Və fərqli növləri var. Kividir, bu səfərimizə qarpızdır, eksotikdir və limondur. Mən eksotik sevirəm. Belə, qiymətlər isə belədir. Bir dənəsi 50 liradır. Amma ölçü qablar var. Məsələn, bu 50 liradır, bu 100 liradır. Biz bu 100 lira olan boyutunda götürmüşük belə. Çox şirin, qəşəng yerdir. Vitamin var. Gedək. Bu arada mən sizə yenə bu mənzərəni göstərəcəm. Keçən vlogda göstərmişdim sizə. Baxın, bir dənə gör necə gözəl görünür. Həm dağlar, Toros dağları, həm dəniz. Bayaq biz sol tərəfində idik çimərliyin. Buradan pilləkənlə isə düşə bilərsiniz, amma biz uşaq kaleskası ilə düşə bilmirik. Burada fullama da var. İndi bura girəcək, ayda qəşəng külək gəlir. Tam mərkəzdədir. İndi girək fullamadaya. Mən cins şortik istəyirdim, hələ ki tapmamışam, bəlkə burada olar. Bu arada fullamada fulla moda daha uyğun qiymətlidir. Mən bilən elə idi, indi dəyişməyibsə qiymətlərə baxacam, biləcəm. Bilməm, bronzlaşmışam yoxsa yox. Buradakı pijamaların tatlılığına baxın. 79 TL'yə bu. Sərindir. Şurada da var. Sərin. Evde giymek için de var. Belə də var. Belə bir sportivni gördüm. Çox xoşuma gəldi. Qiymət də uyğun idi. 300 TL idi, səhv etmirəmsə. Bir dənə də belə mavi rəngdə bluz gördüm. Bu da gözəldir. Qiymət də uyğun idi. Fulladayam hal-hazırda. Bəyəndim. Yəqin ki, bunları götürəcəm qızlar. Dedim, çiğ köftəmə gəldik. Tam burada belə bir yer. Burada da oturma yer var. O belə birlikdə. Adel durdu. Bu arada çok kızarıp diye bekantol sürtmüşüyor ona. Adel mənə bax. Kızım mənə bax. Ki çok böyle yanmasın, onlar rahat edəməsin diye. Kızlar deməli gəldik bura. Mən Gizəmlə görüşəcəm. Səbu ilə Adeli gətirib. Tam buradadılar. Baxın, tam bunun arxasında oynuyorlar. Burada yarım saat 400 müydü? Yarım saat 500. 1 saat 750 mi? 1 saatte 750 TL'di. Şimdi oynuyor orada Səbu ilə. Mən isə 1 saatlıq Gizəmin yanına gedib gələcəm, orada da oynayacaqlar. Bizim Fanlentdə işçilər gəlib uşaqlarla oynamır, amma burada çox yaxşıdır. İşçilər uşaqları götürür, sürüşdürür, topla oynuyor, belə. Sadəcə Adelin 3 yaş tamam olmadığı üçün valideyn yanında olmalıdır mütləq. Amma belə olmasa da oynadırlar burada, çox qəşəngdir. Buradan ben eləyəndə şu düşür. Eləyəndə düşür. Mən də gedirəm 5 dəqiqəyə. Mən gələndə Gizəm üçün belə hədiyyə hazırlamışdım. Görüşürük deyə onu da götürmüşəm yanımda. Çimərlikdə bunu sudan bilirsiniz nə dərəcədə qorumağa çalışmışam mən. Təki su olmasın deyə.
İndi də çıxıram. Buralarda olmalıdır. Ay, isti təndir. Nerede acaba? Acaba. Nerede? Burada meşhur Gizem. Gizem oxşuyur o bayağı. Ben uzamış mıyım? Ne olmuş lan? Estağfurullah. Ay, güzelliksin ha. Yok senin kadar değil. Ben O seneden beridir annesini kaybetmiş kızlar gibi her yerde seni böyle görmeye çalışıyorum. Nerede falan filan. Mən plajda makyaj elədim ki, Gizemlə görüşəcəm. Makyajım aktı gitti. Ben makyaj yapmadım çünkü Antalya sıcağında böyle bir şey mümkün değil ya. İndi gedirik bir dənə kofe yerinə, oturaq, söhbət Biraz, edək. arkadaşımı en son gördüğümde bekardı, şimdi evlenmiş bir de çocuk yapmış da biraz konuşmamız Çok gereken ilerledim. Seni de bıraktığım yerdesin. Şey ama böyle Devam mı hani etsek? şey var ya, arkadaşımla kısa bir süredir konuşmuyorumdur. Ya Ve boş o sırada bırakmışımdır. Aynen boş bırakmışımdır ya, olan en minimal şey yani. Beni Azerbaycan'da Evlenmiş. boş bıraktın, evlendim, uşağım oldu. Evet gerçekten evet. Android'in gücünü gör kızım. Sen bir de benim YouTube kanalımda izle. Kalite gör. Şey yapacağım, bana aldığı hediyeler açacağız. Doğum günü hediyelerim yani, geçmiş doğum günü hediyelerim. Evet. Ben sana saçma hediye aldım ya. Saçmalama, at ya. Çirkefleşiyormuş. Aa dur, şapka. Ben her gün şapka takıyorum. Bu arada bilmeyenler için benim pasta markamın, bütün pasta markamın amblemi civciv. Kapımın süsü civciv. Ben zaten YouTube'da izledim, sen civcivi sevdiğin için civcivli aldım. Ben bu arada kılıç çok iyi. Ben bu arada her gün işe giderken şapka takıyorum da ustam diyor ki neden her gün şapka takıyorsun? Bir yandan kendi şeyimi de çekiyorum. Ay. Siz de bakın. Ben oraya çekiyorum, bir yandan buraya şey yapıyorum. Ay çok iyi. Bir de zaten izlenmelerim düşük olunca sallamıyorum. Şey artacak ya. Sarı falan yersin herhalde belki ya. Bu arada çok güzel. Bunu kullanırım yani. Ama benim güzel defterleri kullanamama ve erteleme hastalığım var. Öyle. Evde defter var, her yerden alsa bu da yeter. Benim doğum günündeki kral değil mi peki? Evet. Aa. Zaten onu bildim. Sen paylaşmıştın ki herkes çorap alsın. Ben şey dedim, burada değilim ama alır. Çoraplar güçlü çoraplar oldu ya. Herkes Ben de o şey oldum. estetik çoraplar Ben de aldı. şey oldum ya, Peki ama Gizem bunu demiyordu ya. Gizem şakalı bir çorap diyordu. İşi şakalı. Al. ben onu diyordum, doğru var. Şey bildin ya, baş parmak bir, dört parmak bir onda. Japonya'daki bütün çoraplar böyle Öyle biliyor mi? musun bu arada? Çok iyi ya. Ben evet bu arada gerçekten şakalı demiştim. Sadece bir kişi şakalı aldı. O Evet. da tavuk ayağı aldı. Evet. Ben onu bildim alacaklar ya. O yüzden almadım. O buraydı. Diğerleri çok güzel çoraplar. Evet, gördüm. Benim beklediğim olmazsa benim de var. Abi. Şimdi ben hemen bir şey söyleyeyim uzatmadan. Ben üniversite 2022'de başladığım zaman benim hiç makyaj malzemem yoktu. Arkadaşlarım bir gün beni böyle zorla soktular ve işte bana her şeyden birer tane aldılar. Hatta benim süngeri falan da yoktu, onlar bana verdiler. O kadar bir şey kullanıyorum. Sonra arada 2025'e geldiğimiz zaman ben hala onları kullanmaya devam ettim. Yıllardır kullandım yani aynı şeyi. Ondan sonra aynı arkadaşım bana onu aldığını arkadaşım evlenince ben yenilerini aldım. Yani ben onları 3-4 yıldır kullanıyorum. Ve kız bana stok yapmış. Ne diyorsun lan sen? O ne demek 3-4 yıl kullanmak aynı şey? Benim 3-4 yıllık makyaj stoğum bitti, anladın mı? Yapıldı yani arkadaşlar. Şimdi ekrana koyacağım bu arada. Sen buna sponge diyorsun. Sponge. Sürekli videolarda o çıkıyor. Çok dikkatimi çekiyor. Yemek gelmişik eve. Yine oynuyorlar. Kim dedin? Kim oynuyor? Kimle? Kısacı nedir? Kimdi? Neyse ki burada her günümüz futbol izlemesek günü kapatabilmeyiz. Ve kızlar Adeli de yatıştırdım. Denizden gələndən sonra Adeli yatıştırdım. Ondan sonra çimizdirdim, hətta yatıştırdım. Yedizdirdim, çimizdirdim, yatıştırdım. Sonra hazırlaşdım, çıxdıq gəldik. kombinler. O eyni kombinlərdə mən yox. İndi də ya balıq yeyəcək ya da bir yerdə musiqili bir yerdə oturacağıq. Ola bilər. Bu arada mağazaların çoxu bağlanıb. Yemək yerlərinin 1-2 saat çıxdı. Saat da neçədir? Bizde 12'di, burada 11. Burada 11-dir saat. İnşallah adet durmaz biz qaydana qədər. Dursa da onsuz da yaxınıq şəhər mərkəzindən xalagilə tez qaydacağıq evə. Kızlar, biz təzədən çıxdıq şəhərə və sizə göstərmədiyim, amma bu günləri bu tərlikləri aldıq. Mən çox bəyəndim, məncə qəşəngdir. Bir də LC-dən olanı geyinmişəm.
Çantamı da taxmışam. İndi isə Antalyanın gecə görməyə gəlmişik. İşte bu deyək ki, məni burada çək. Deməli, qızlar, bura 3 qapı, belə adlanıcı bilməmsə. Buradan artıq gecə həyatı başlayır. Mahnılar, yeməklər, içməklər falan filan belə. Çox qəşəng qədimi belə saxlayıblar. Səbuya. Əsala. Səbuş. Əsala. Və belə. Mehmet. Nereye gidiyorsun? Doruk bak. Bir sonra. Sonra. Ay, çok bize iyi geldi. Çok pis dediğim balık. Değil ben burada şekil çekmiştim. Oturmazsan orada. Bir tane içimden bir şarkı geldi. Ama devir attım yalnızlığa. Gökte yıldız söner şimdi. Siz benimle Günün bağlamağıma baxın. Çay. Burada belə qəşəng magnetlər var çoxu. İçəridə hədiyyəliklər var. Burada da qolbaqlar və seplər var. Gördüm oradan sizə bu 50'lik içərgə. Content mi var? Aa, qəşəngmiş buna bax. Başta bir tane şeyler var, yapışkanlar. Bundan geçecek. Onu soruşdun? 50 TL. Hə, götürək onda onu. Buna bak hele. Bu da qəşəng. Çox qəşəng. Beğendim. Kırılan ürünlerden sorumlu değiliz. Söz bak. Ölmüş bir deniz anası. Bunları geçsin denizden çıkartıp mı satırlar? Doğrusu şöyle. Ha? Bak aslında o aşağıda olur ya. Alına bakalım. Aa, burada qəşəng dəftərlər var. İşte bir saat ya Allah. Var, aktarak. Gördün mü? Yemək yemeliyiz. Yer. Ay, burada en ihtiyacımız olan şey. Tök. Burada görün ne kadar güzgü var. Ama hamısı qəşəng değil. Ay, bunlar var. Ne güzel. Hani bunlara bak, lələklər falan. Bu danan başı. Ay. Bunlar nədir bu? Mən getmədən istəyirəm cezvə alaq. Gördüm qızlar. Qəşəng görünür. Belə. Alır bilətdə. Qəşəng. Kızlar, burada böyle bir qolbaq gördüm. Baxın, belə rəngi də var, belə də var. Burada fərqli qəşəng üzüklər var, yenə qolbaqlar var. Ne kadar güzgü var burada. Çok. Ay, hele devamı da var burada. Güzel bir şeysen. Çok güzel. Gel. Allah böyle bir şey. Çok balaca değil mi bunlar? Çay içmelik bir şey olsun. Ne bu bakalım da aramızın bir. Bu niye niyetlenmir? Sen buradan üzümü bir şey almasan, çıksan tamam. Aa, ben sen isterim ki çulqabı alasan. Gör ne güzeldi. Bunu divara açtım. Bunlar da güzel. Aa, ne güzelmiş o. Zıkkım iç. Ne var? Zıkkım iç. Getir ona bakalım. Bu geçelim. Al, bunu mən alım sənə. Məndən sənə armağan olsun o.
Aa, bunlar ne geçen maketlere bak. Şey. Ama onu da beğendim. Onu beğendim. Onu beğendim. Şaka bir ara şaka yaptım. Şöyle bir şey kaç Şey oxuyur, dance me. Hər kəsə salam. Kaçma başıma, üstümə baş fikir verməyin. Çox dəhşət istidir. Makyaj eləyəcəm, ad günümə hazırlaşırıq. Oha, istidən makyaj ərimiş. Axdı üzümdən, normalda qatı olur. Gel yanıma gel. Bak. Nə istəyirsən? Krem. Hadi qaralmışam, tanam krem üzümə ağ qalır. Düzgün var balaca? Hə, yumru da. Yox, lap balaca o da normal. Başqa var böyük? Hamamda var nə ya? Fatihə və denəndə versin onu. Aha. Məndə belə düzgü var. Lazım deyil, beləsi var. Baxın, 41 dərəcə bugün isti var. Bütün belə kremlərin necə olub, vıcıq-vıcıq olub, əriyiblər hamısı. Dəhşət. Məsələn, bunu vurdum, yadıma düşdü ki, bronzer vurum, sonra onu tətbiq eləyərəm. Hətta kontur istifadə edeyim. Konturumu təzə almışam Golden Rose'dan. 04 rəngi, çox xoşuma gəlir. Yağ kimi yayılır. Üzümə bundan forma verirəm. Burnumun ucuna. İndi Markantalya tərəfə gedirik. Oradan Kaleçinə düşəcəyik Səbu ilə birlikdə. Biz gedib ora çatana yəqin ki, axşam olacaq. Haradasa oturub yemək yeməyi planlaşdırırıq. Ona görə də tez-tez hazırlaşıram. Küçük bir yer dəyişikliyi. Çünki dəhşət o tərəf istidir. Burası sərindir. İndi ənni istifadə edəcəm. Golden Rose'dan təzə ənni almışdım 101 nömrə, baxın. Belə. Amma rəngini çox açıq seçmişəm. Çox az rəng verir. Baxın belə. Görsünüz rəngi var. Təşəkkür edirəm bunu. Islak. Şimdi ne diye şey söndür. Basmamış kartı. Ne kanser söndürmüş. Salak. Sana niye yapıyorsun? Hə. Nəsə bir yerə getdin, ötücülü bir şey istəm bunu. Bu güneş kremidir, amma səndə var idi sinoz rəng verir deyə yaşıl krem. Ondandır. Ha, o yaşlı balı neçə dəfə almışam. Hə, ondandır o da. Ha, yaşlı çatır. Bu burası Onun başqa kremi markadır. Eynidir, qablaşdırılma fərqlidir. Mia'nın elə bir ki, üz rəng tonunu bərabərləşdirən şey. Sus, bu dodaq üçündür. Açığın qablaşması çox qəşəngdir. O dodaq üçündür. Pomada kimi. Açmaz ne var? Pomada kimidir, şeydir, rəng vermir də. Dodağı nəmləndirəcək, günlük istifadə edə bilərsən. Mirror yazıb, güzgü effekti, yəni dodağı qəşəng göstərəcək. Burası mərmər kimi görünür, belə çox qəşəng. Bu rəng görünməyinə baxma da, onu örəyim belə. Nə varsa, görürsən, elə rəng vermir. Dodaq rəngində balm kimi. Dodağı sadəcə nəmləndirir, günlük. O tujdur. Onu biliyorum. Onu biliyorsun. Aferin. Kullanmışsan. Səncə? Orisine var ona bayıldım. Hansı? Yanaqma? O sen niye? Sanki böyle patlatırsan. Hansı da nerede var? Sən ona verəcəm, xatlasın. Böyle havaları patlatmış. Halaştı. Bitdi makyajım. Məncə yaxşı oldu. Gedim əlimi geyinim və çıxaq. Qızlar, Lara'ya gəlmişik. Tam belə evdən avtobusa mindik, gəldik, burada düşdük. Burada çox gözəl şeylər var, istədim göstərim. Məsələn, hər yerdə görürsünüz manqal var və burada istəsəz kabab çəkə bilirsiniz, istəsəz samavarınızı gətirin falan filan. Amma yəni belə manqal çəkmək üçün çox qəşəng yerlər var manqal eləmək üçün. O qabaqda olan yer ayaq yoludur məsələn. Çox qəşəngdir. Ağaclar eləyiblər, kölgədə insanlar gəlir ailəsi ilə qəşəng yemək pişirirlər və çoxlu saydadır və hətta gəlib kamp eləyib axşam burada qalanlar belə var. Yəni icazə var.
Bu hissəsi sırf ki, kamp alanı, manqal eləmək buna görədir. Buradan isə tam belə yolla gəlib, belə çıxdıqda isə həm market var, həm bu tərəf məsələn pulludur, 400 liradır girişi. Bu tərəf isə xalq çimərliyidir. Orada isə ödənişsizdir. Amma orada da yenə şezlong falan almaq olur. Səhv eləmirəmsə 100 lira, 150 lira olur şezlong falan. Birazdan indi sizə göstərəcəm dənizi, suyunu falan, mənə də maraqlıdır. Adel burada yatıb və biz də hamımız buradayıq, manqal edirik. Mən də yenə bu don o qədər rahatdır ki, indi də yenə bunu geyinmişəm. Çünki tril-trildir həqiqətən. Bilirsiniz nə qədər kombin eləyib gətirmişdim, amma ki, inan ki, o qədər isti ki, 45 dərəcə isti var və heç nə geyinmək olmur. Ona görə də ən rahatı tərlik və rahat bir don geyinməkdir. Tripodumu da gətirmişdim, qoyduq. Burada bir akım çəkdik səbu ilə. Davamını isə axşam eləyəcəyik. Hava da çox istidir. Burada indi əmigil bazarlıq eləyiblər. Şirniyyat var, soplarımız. Və manqal hazırlanır. Ne yemədən? Lə? Nədir? Nə gözəl. Sən də heç öyle yemək. Burada da hazır kebablıq satırlar, baxın. Ay baba Böyle. döndük artık şunu ya. Belə və belə. Burada plastik qablarımız var, süfrəmizi açıq. Burada sulardır, plastik stəkanlarımız. Belə, çox qəşəng. O kadar kötü. Durmuşsun. Mənə baxın qızlar, buradan buz biçə girir. Bu tərəf xalqdır, hə? Ödənişsiz. Hə, Cimo? Və belə. Biz paltarımızı dəyişənə qədər əmi burada artıq kebabı qoyub. Çox qəşəng iyi gəlir. Belə. Su verebilir misin? Nerede yani? Sen baş. Ortaya mı koyacağız? Yoksa tek? Tamam. Dur. Ha? Götür dadına bax. Görə pişiyib Səbuş. Super. Həqiqətən kebabı mən də çox bəyəndim. Bu kebablar Migros'ta hazır vəziyyətdə kebablıq olaraq satılır. Məncə çox pratikdir. Gözün yandıracaq o. Sonra xələm dedi ki, sizə közdə qəşəng türk qəhvəsi hazırlayacağam. Dedim, nədən olmasın? Mən ümumiyyətlə türk qəhvəsini çox sevirəm. Bu isə tamam başqa idi. Çox dadlı, çox gözəl alınmışdı. Əllərinə sağlıq bir daha. Hop. Tamam. Teşekkür. Kamp yerindən durdum, gəldim ki, sizin üçün estetik şəkil çəkim. Burada o qədər gözəl dincəldim ki, qızlar, ümumiyyətlə Antalya ruhumu yansıdan bir şəhərdir, çox gözəl. Və siz hansı ölkəni və yaxud da şəhəri sevirsiniz, mütləq rəylərdə yazın. Buradan bir daha manifest edirəm, çünki Səbu ilə mənim xəyalım Antalyaya köçüb burada yaşamaqdır. Əslində gələndə istirdim ki, Instagram üçün çox gözəl şəkillər alındırım, amma isti məni heç gözləmədiyim yerdən vurdu və mən istiyə dayanıb nə kombinlər eləyə bildim, nə saç düzüm eləyə bildim. Ona görə də sadəcə YouTube-a sizin üçün video çəkdim. Baxın suya. Tərtəmiz. Burada Lara plajıdır. Belə. Çox qəşəngdir. Biz burada tutduq. Harda kaliskamız. Ve burada tuttuk biz. Şimdi ise suya girdik. Geldiğimiz beach böyle bir yeriydi. Buranın adı neydi? Haylaz. Çok qəşəngdir Hayraz. Çok qəşəng görünür. Biz oradaydık az evvel. İndi ise geldik. Çıxırıq. Burada da geyim dəyişmə yerləridir, çox qəşəngdir. Amma biz bu şlankla yıxalandıq. Burada var, baxın, duş eləmək
Evə gələrkən yoldan midye aldıq. Təəssüf ki, çox az qalmışdı. Mən tort sevmədiyim üçün ad günümü isə midyenin üzərində şamla üfürməklə qeyd etdim. 26 yaşım oldu. Ən gözəl yaşlarımdan birisi oldu. Qızlar, midye almışıq və az əvvəl burada şam qoyub ad günümü qeyd elədik. Çox gözəldir. Mən midyəni çox sevirəm. Təəssüf ki, çox gec saat idi. Az qalmışdı. Bu qədər. 15 ədəd qalmışdı. Amma yenə yeyəcəm. Çünki çox ürəyim gedir bu midye üçün. Bu ilə xəyləmi balıq eləyiblər. Burada belə qəşəng salatımız var. Burada qızıl balıqımız var. Qızıl balıq. Burada yeməkləri şeyləmişik. Çəkmişik. Çox qəşəngdir. Əlinizə sağlıq. Mən bağlayayım. Dur, ben sen de tutak bilmiyorum ama hayır. Hə, gel. Səbuş, bu nədir? Yağın içindədir bu. Yağı da suyu da var bak. Salatın gözəlliyinə baxın. Burada balığımız. Yemezsin bana verirsin. Durun, şeydə eşitdinlər. Başlayayım mı? Mavi çay yok. Yapsana. Balığı. Mert onu elinden alacak. Saç hayatın limonlu bak. Bu da həyətin limonlu qızlar. Sizə sabahları səhər göstərəcəm bu limonun ağacını. Hər ikisi salam qızlar, kanalıma hamınız xoş gəlmişsiniz. Bugün Antalya'da son günümüzdür. Bu arada bugün cümə günüdür. Cümə namazı qılınacaq. Ona görə də belə səs gəlir. İndi hal-hazırda balkon sizə göstərəcəm. Balkonda səhər yeməyi hazırlayırıq. Səbu ilə biz burada balkona bayılmışıq. Burada səhər yeməyini hazırlayırıq. Səbu, salam. Tamam. Bunları da göstər. Ne bunları? Hə. Burada biz kahvaltı edirik. Pendirimiz, mürəbbəmiz. O yağdır, əriyib. O zeytunumuz, çoko kremimiz. İndi isti-isti çörək almağa gedib Fatih. Çaylarımızı süzəcəyik və oturub kahvaltı edəcəyik. Oturub səhər yeməyi yeyəcəyik. Bu arada bu məktəbdir və Mərd bura gedir. Yəni xalamın oğlu bura gedir oxumağa. Mark Antalya isə biz buradan çıxırıq, belə gedirik, sağa dönürük, yoxsa sola dönürük. Onu tam yadıma düşmədi. Oralardadır. Yəni piyada gedəcək məsafədədir. Çox rahatdır. Deməli, çörək alıblar qızlar və buradakı çörəyin qiyməti 20 TL-dir. 3 dənəsi 60 TL. Yəni bizim puldan hardasa 70 qəpik falandır. Qəşəngdir. Mən bəyənirəm bu çörəkləri. Əslində bunlardan bizdə də satılır, yəni belə çörəklərdən. Amma bizə elə biləm ki, belə çörəklər daha uyğundur. Bunu da indi qoyaq. Deməli qızlar, gəlin bugün sizə planımızı deyim. Əvvəlcə səhər yeməyi eləyəcəyik, sonra isə Mərti məktəbə qoyduqdan sonra Cəmilə ilə gedəcəyik outletə. Birinci mən görmək istədim. Səbuyu evdə Adela olacaq və biz Cəmilə ilə gedib alınası şeyləri alacağıq. Ondan sonra isə Gizəmlə görüşəcəm. Ondan sonra isə Səbu ilə çölə çıxacağıq. Planımız bu yöndədir. Səbu ilə bugün hədiyyəlik əşyalar da almalıyıq. Adela əlində paltar yoxdur. Nə qədər isti olduğunu siz anlayın. Ne? Yok. Atma. Atsam vermeyeceğim. Sen düşür. Burada da qızlar SPF olaraq Naunun bu stikini istifadə edirəm. İlk dəfə burada açmışdım. Yəni ilk dəfə burada istifadə edim və çox bəyəndim. Çünki çox pratikdir. Heç əlim batmadan belə açıram və stik formasında çox rahat bir şəkildə istifadə edirəm. Çox pratikdir. Həm boynuma, həm üzümə keçirəm. Qəşəngdir. Bir də eyni markanın Naunun belə bir qaş gelində almışdım. Bu da çox gözəldir. Bunu da qaşlarıma istifadə edirəm. Gün boyu qaşımı qəşəng sabitləyir. Məndə Golden Rose var idi, o bitdi. İndi isə yenisinə başlamışam. Bunu sınayıram. Həqiqətən də qəşəngdir. Boyu olduqca çoxdur, yəni bərəkətli məhsuldur. Və gələrkən özümə belə makyaj çantası gətirmişdim. Gündəlik olaraq əslində çox istəyirdim. Makyaj eləmirəm demək olar ki. Məsələn, tonal krem heç istifadə edəmirəm. Ona görə də konsiler tətbiq edəcəm. Konsiler olaraq tartda var idi. Bir də bir daha var. Ənlik olaraq bunu istifadə edirəm. Çox qəşəngdir. Bunu da yeni almışam. Drop highlighter keçir. Amma qəşəng ənlik kimi rəng də verir. Qırmızı tərzdə. Və bir dənə şey tapdım. Bu tartı istifadə edirəm. Konsiler olaraq biraz ənlik vururam. Sonra biraz da pomada vuracağım.
Pomada da bunu çox bəyənirəm bu aralar. Baxın notum. Abi anne kartını altı versin diyor. Üstüncə gözəl rəngi var. Çox qəşəngdir, bunu istifadə edirəm. İnanın qızlar, makyajı belə zorla edirəm. Mən makyajı zorla edirəm. Dediyim sözün ağzımdan çıxana özüm də inana bilmirəm, amma o qədər istədi ki, heç eləmək istəmirdim. İndi isə gedirik. Bura Mərtin məktəbidir. İndi Mərtin məktəbindən gəziyə aparılır, uşaqları gəzdirirlər. Mərd də oraya gedir. Bu arada Mərtin saçlarının gözəlliyinə baxın. Keratinli də elədir. Bay. Ayakkabını götürme. Görün nə qəşəngdir, güllərə falan baxın. Seçebilirsiniz. Qızlar, görün nə qəşəngdir. Mən elə bildim ki, bizimkilər kimi belə düzəcəklər. Heç nə yazmayacaqlar da. Burada məsələn hamısını yazıblar. Məsələn, defakto outlet. Burada var pullama da outlet, flow outlet. Civil var, elsi var. Elsi outlet də qabaqdadır. Yəni baxın hamısının ayrı-ayrı outletləri. Çox qəşəngdir həqiqətən də. İndi bir-bir bunlara girəcəyik və qiymət fərqinə baxacağıq. İndi defaktodayıq. Məsələn belə köynəklər var. Məsələn Sabo üçün. Qiyməti 500 liradır. Bu da qəşəngdir. Belə fərqli rənglərdə də var. Belə qəşəng şortiklər var məsələn, amma ki çeşid çoxdur və qiymət uyğun olduğu üçün Səbuyu birazdan gələr, özü baxar. Biz indi buradan -1-ə enirik. Mənim xalamdır. Biz bərabər gəlmişik. Erkəkləri və Adeli evdə qoymuşuq bu günləri. Gedək -1. Baxın, burada şortiklər var. Bir dənə də sizə qəşəng bir şey göstərdim. Məsələn, qiyməti 500 liradır. Baxın, indi cəmlə mənə deyir ki, burada görürsünüz 36, 34, 32 yazıb. Bunlar razmerlərə görədir. Məsələn, əgər 32 deyilsinizsə, oraya yaxınlaşma adı yoxdur, ancaq 32 nömrəli şalvarları qoyublar. Bu çox qəşəngdir məsələn. Mən də 32 olduğum üçün şaka, mən 36-yam bu arada. Çox qəşəngdir. Balaca, yəni ölçüdə olan şalvarların hamısını bura belə yığıblar. Hətta gəlin belə cinslər var qəşəng. Qiyməti 500 lira, 17 manata cinslərdir. Hə, 300, 400, 17, 15, 10 manat. Baxın, burada kaşloklar var belə. 500 liraya. Bu hər kombinlə uymur axı. Dəniz kənarına getsən əgər ola bilər. Məsələn, orada şalvar var idi 400 liraya, ağ rəng. Birazdan gəlib baxacağam, bir ikiyə də baxmaq istəyirəm. Çox qəşəng paltarlar var burada. Və qiymətli uyğunu və defaktanın outletidir. Öz elə qəşəngliklər ki, bir defakto da gəlsin. Bizdə outlet eləyirlər ki, insan outletə girmək istəmir. Qızlar, buna baxın. Görün, qəşəngdir. Özəki qiymətdə 200 liradır. Qiyməti 200 liradır, yəni səhvlənməmsi yox, 7 manat. Çox qəşəng. Defaktodayıq hələ də. Sonra bu bizdə defaktoda görmüşəm bunu bizdə. Çox şirin şeylər var. Burada bodylər var. Sonra ümumi belə çəkəm, sonra tək-tək baxım. 149 TL-yə. Görünə qəşəng. Buna baxın. Oğlan uşaqlarına bəzən elə qəşəng şeylər qoyurlar ki, dəst. Baxın. Şal. Ne bileyim şortik də var. Belə rəngi də var. Deməli qızlar, bir dənə anama tişört, bir dənə də Adelə don aldı Cemo. Gedirik. İndi Elsidəyik. Elsi var ki, gidəyik. Buranın da yeni outletidir. Bura kişi reyonudur. Amma indi biz qadına çıxacağıq. Qəşəng şeylər var. Səbuy mütləq bura gəlməlidir. Ona görə də mən hələlik. Məsələn, buna baxın. 149 lira. Çox qəşəng indirimdədir. Hər qadına... Buna baxın, görünüzü gözəldir. Mən bura qiymətini qoyuram. 450 lira. Burada manatı yazacağım üstünə ki, bizim puluna çevirəndə neçəyədir. Çox qəşəngdir. Bunlar da səfərləməmsə tepsilərdir. Üstündə rəqəm belə. Bu da şəkillərdir. Sonra burada bir dənə dəst gördüm. Buna baxın. Gəlin şəkərdir. Bu arada LC'dəyik. Buna baxın bir dənə. Burasında gülü var. Burası 2 kişilikdir. Qiyməti də 500 liradır. Bu da 700 liradır. Çox qəşəngdir. Beləsi də var. Bu belə də var. Üstündə dəniz kabuğu. Beləsi də var. Balıqlı. Buna baxın.
Necə qəşəngdir bu. Bu görün necə gözəldir. 400 lira. Tamam. Çok sağ olun. Güzel. Bugün mü var? Pipet var mı? Var vereceğim. Teşekkürler. İlk dəfə Antalya'da belə sel görürəm, yağış görürəm. Ayağım çox düşərli olub. Antalya'sın sən. Kendine gel. İndi ESİ'dən çıxdıq, gedirik diğer outletlere. Səbu yanımdadır. Səbu öz alacaqlarını aldı. Qalmışam mən. Amma çox yağış yağır. Geldik, Gizem'le oturduk kafe dünyasında. Karamelli milkshake sifarişi elədik. Görək, bu Gizem'in ağız tadına uyğundur. Görək necə olacaq. Ümid edirəm ki, qəşəng olacaq. Məncə də qəşəngdir zaten. De, Bu arada Gizem'cim. bir şey söyleyeceğim. Senin verdiğin hediyelerden makyaj yaptım. Çok güzel. Ben de beğendim bu arada. İyi yani. Artık ucuz marka kullanmayacağım. Biz de tam burası Mark Antalya'nın yanında kahve dünyasında oturmuşuq. Belə burası oldukça şeydir. Dolu. Hə. Sesini He. oradan alacak mı? Sesini alacak mı? Sesini bu konuda alıyor mu? Kapkatla alıyorum. Gürültüyü azalt yapıyorum. Bunlarda bir ayar varmış geçen gördüm. Ha, ben de gördüm. Uğraşamam ya onunla. İzledin mi onu? Evet. Bak, sesi kesiyor. Saç sesi. O bak ben onu. Çok qəşəngdir. Pasta çok erimiş. Antalya burası. Çok erimiş pastam. Vallahi tipi çok güzel. Çok sevimliydi ya. Resmini çektin mi? Çekip bir tane ya çekemedim. Çünkü sen Çekseydin bari. Çünkü bana hadi dedim. Ne zaman hadi dedim. Yok vallahi hadi dedim çekemedim. Bakayım bir de. Dur. Dur. Bakmayın. Dur bekle Allah aşkına. Çıkar onu buraya. Hemen. Güzel ya. Dur 2 dakika tipini düzelteyim sen bakma. Bakın tortumun gözəlliyinə. Görün necə şəkərdir. Şam belə almış yəni. İndi şam qoyacağım tam ortaya. Bu arada kızlar, Gizem özü evde tort hazırlayır ve çok güzel hazırlayır. Birini de mənə hazırlamışdı ad günüm için. Çok teşekkür edirəm. Girib onun səhifəsindən daha ətraflı videonun davamını izləyə bilərsiniz. Benim telefonum söndü ama ad günümü qeyd etdiyimizi onun YouTube kanalında var. Linkini açıklama qisminə qoyacağım. Buradan çıxdıq, yolda midye gördük. Təbii ki de midye almasam yoluma devam edə bilmərəm. Burada bol midye yedim. 300 gram neçə ədəddir ki? Akşam da buralar böyle görsənir kızlar. Gel Watson's'a girək burada. Adeli yatıştırdım ve geldik hediyeli eşyalar bakmağa. Önde bir şeyler var. Geçer stəkanlar var. Qiyməti 250 TL'dir. Böyle fərqli renkləri var. Ben pembiş götürdüm. Səbu sənkinə baxım. Səbu'nun götürdüğü renkdə mavidir. Gör necə gözəldir. Çok qəşəng, çok tatlıdır. Cüzvələrə də baxacağıq indi qiymətlərinə. Bizə balaca kişilik bəs edir. Hə, məsələn onun yanındakı da qəşəng görünür. Bəs o yanındakı. Bunlar deyəsən biraz antikdir ona görə. 870. 870. Bəs o sağdakılar? Bu? Sağ. Ən sağ. Sağda. Hə, onlar. Bunlar şey kimi gedirib. Bir şey demişdi Gizem. Adını yadıma çıxdı. Bakın orada yazıp ki aile huzurun kaynağıdır. Saat gülləsi. Burada akşam çok canlanır. Buradan da gelirik kale içine, üç kapılara. Bunlar şeydir. Sütlaçlı kazandibiler de var. Bak kazandibi. Bunu hiç ben beğenmirəm. Mesela tiramisu var. Sponge, Dubai cup. Buna var hürrəm. Damla sakızlı sütlaç. Bu ilə bəyətdən danışırıq. Səbuyu deyir ki, Bakıya gedən kimi pasiv istirahət istiyor. Əslində çox qəşəng yerlərdən keçirik. Prosto ki, çəkərkən onları düşmür. Tarixli yerə gəlib vaxt sonsuza deyil.
Heç bir yerdə öyle şey. Deməli qızlar, akne bandı şeyləmişdim mən sizə sanaq belə paçları. Onlar axı bizdə 17 manat, 25 manatdır. Burada baxsınızda 11 manatdır. Aldım. Kaya hediyelik antika. Həmişə burada bir dənə çizimci vardı, karikatür eləyirdi də. Dedim bəlkə o olsa bizim şəklimizi çəkərdi, üçlü, amma kreativliyi yoxmuş. Və ümumiyyətlə, məsələn, qəşəng bir xatirədir o. Məsələn, Antalyadan ya da başqa şəhər olsa, hansı şəhərə getsən get, oradan karikatür çizsələr, Antalyaya məxsus bir şey də əlavə etdilər şəklə. Dayı soldakı sözünü də kəsim. Soldaş dayı çox bombadır, piro çəkim. Özə video filan da qəşəng. Çox qəşəngdir buralar. Bir şeylə içmək istədik, gəldik musiqili bir yerdə, məkanda oturduq. Qızın səsi çox gözəl idi. Çox təəssüf ki, YouTube icazə vermir. Telif haqqı yeyirəm, ona görə də sizinlə paylaşa bilməyəcəm. Biz yeməyimizi bitirdik. Bu arada külək başlayıb, dəhşət dərəcədə külək var. Bir tərəfdən də ventilatorlar burada qoşuludur. 3 tərəfdə, biri də burada. Və burada çox qəşəng küləkləyir. Dəhşət, yəni dondum. Gör bura nə qəşəng görünür. İşte. Böyle adamlar üçün bəyə çox gəlir. Hə, qəşəng görünür bura. Burada görün nə qədər cəzvə var. Çoxdur. Ya qızlar, burada cəzvələrə baxırdım. Bu 350 TL'dir. Bu da 250. 250 TL. Daha aslında 100 TL fərq var. Bu da ağırdır. Bu amma yüngüldür. Belə fərqli. Həqiqi olmaz Yox, həqiqi yoxdur. Balon balığı. Gömsəm də qılıq edir. Deyə quyruqlar, hamısını. De bu da balıqlar. Ay, balalarını da öldürüblər. Çox pis. Yəqin başına şişər. Bunlar da çox qəşəngdir. Bunlara baxın, rəngli. Rəngarəng. Yəni bu burada var. Bu həqiqətən hardan toplayırlar bunu mənim arasında. Bir bunun ölçüsünə baxsan. Bunu necə tapıblar? Hardan tapıblar? Mən bunların balazasını tapamıyorum. Bunlar da qəşəngdir. Par parıldayır. Bu nə üçündür baxın? Qulağına tut, gör səs gəlir. Hava gəl bax. Alaq da bununla mənə. Antalyanın üzərində qulağıma tutaram. Böyle yaşatıyor. Çox var, böyle işlər var. Köşkü siz də işdə bilsəydiniz yaxınlaşdıranda. Bildiyin dəniz səsi gəlir bundan. Baxın, bu da kül qabıdır. Sonra burada məsələn 3 qapıların şey var, suvenir var, çox gözəldir. Belə suvenirlər də var. Mən bəyəndimsə bu idəyə ki, bunu evdə qoyacağım. Biz evdə yer taparıq. Haqsız mıyım? Bunlar da qəşəngdir, baxın. Burada belə daşların adları var. Baxın belə. Azerbaycan mısın? Mən. Sen mi? İkiniz mi? İkimiz də. Ne güzel. Burada da onların qolbaqları var. Burada hətta büdcərinə görə də var. Büdcərinə görə hansı daşı istəsəz. Məsələn, mən xərcəngəm. Akik, amatist daşları daha uyğundur. Belə. Qiymətləri də 150 TL'dir. Buradan bir şey daha aldıq. Çox qəşəng yerdir. Sofa otelin düz yanındakı yeri idi. Buradan da hətta belə güllə də görünür. Çox qəşəng, çox şirin yerdir. Hətta belə şirin göz muncuğu da verdi bizə. Burada nələr aldığımı hamısını Bakıda sizə bir göstərəcəm qızlar. Damımıza düşəndə o Yaponiyada. Bu da şeydir, Alaaddin'in sihirli lampası. 3 dəfə vurdu. Ay ağır deyə bu. 3 dəfə əldən çıxacaq. O yerinə salmaq. Bunlara var. Çox şirin saatlar. Bunlar antikadır. Spinlərə var, güllə. Videonun sonuna bura qədər izlədiyiniz üçün çox sağ olun. Saçım başım istidən yığılı vəziyyətdədir. Demək olar ki 3-4 günlük belə idi. Başqa videolarda yuxarıdan baxıram, Cəmil oradan bizi gözləyir. Başqa videolarda görüşənədək hələlik.